Salam, üçbucağın sahəsi mövzusunda növbəti suala baxırıq. 69 nömrəli sualda mərkəzi ABC üçbucağının AC tərəfi üzərində olan çevrə digər tərəflərə toxunur. Üçbucağın sahəsi 32, çevrənin radiusu 4 olarsa, AB + BC-ni soruşur. Əvvəlcə üçbucaq çəkirik. Üçbucağın oturacağı AC olsun. Təpə nöqtəsi B və bu çevrə üçbucağın oturacağından, deməli, çevrənin mərkəzi AC tərəf üzərindədir, digər tərəfləri isə toxunur. Yəni şəkil olacaq bu formada. Bura olsun çevrənin mərkəzi və radius 4 verilib. Buradan radius çəkirik. Radius toxunana perpendikulyardır. Yəni buradakı bucaq 90 dərəcədir. Eyni qaydada burada radius çəksək, burada 90 dərəcədir. Çünki radius toxunana perpendikulyardır. Bura 4-dür. Başqa və sahə verilib. Üçbucağın sahəsi 32. İndi bura 4-dürsə, qarşı tərəf olaraq burada 4-dür. Eyni qaydada bura 4-dürsə, bu tərəfə də yazıram 4. Bura 10 nöqtəsi olsun. B10-u birləşdirirəm. Burada üçbucağa iki sahə ayırmaq olar. Yəni AB tərəfinə bütöv AB kimi baxaq. BC-yə də BC kimi. Əvvəlcə üçbucaq AB onun sahəsini tapırıq. Üçbucaq AOB. AOB üçbucağının sahəsi S bərabərdir. 2'də 1 tərəf AB, AB çəkilən hündürlük 4. Bu bizə verir 2AB. Bura S1 deyək. S2 isə 2'də 1, S2 BOC üçbucağının sahəsidir. Bu AOB üçbucağının sahəsidir. 2'də 1 tərəfimiz BC, BC çəkilən hündürlük 4. Bu da verir bizə 2BC. Bu iki üçbucağın cəmi, yəni 2AB, üstə gəl 2BC bizə verir 32'ni. Çünki ABC üçbucağının sahəsi 32'yə bərabərdir. Hər tərəf 2'yə bölsək, AB üstə gəl BC bərabərdir 16'ya.